Biz doğrudan 2025'te yaşayırıq. Qaş almaq haramdırmı? Bəli. Qaş almaq haramdır. Qadağa gəlmişdir, lənət gəlmişdir. Qaş alan və aldıran. Alan və aldıran qadınlar deyə Allah lənət etsin. Əlimizdə Quran var, amma beynimizdə bu saxta mollaların yalanları. İnsanlar bu gülünc videolara baxıb İslamdan soyuyur, dini təhqir edir. Niyə? Çünki dinin adından danışanlar İslamdan bixəbər. Ki qiyamət günü ən şiddətli əzab görənlər, şəkil çəkənlər olacaq. Cəhənnəmdən boyuna oxşar bir şey çıxacaq. Deyəcək ki, mən 3 şey üçün göndərildim. Allaha şərik qoşan, təkəbbürlülər və şəkil çəkənlər üçün. Yəni onlara əzab vermək üçün. İnsanlar Marsa gedir, robotlar artıq bizim yerimizə iş görür. Amma biz hələ də şəkil çəkdirmək, qaş almaq günahdır müzakirəsi aparırıq. Son paylaşdığım İslamda sünnət yoxdur videosunun altındakı şərhlərə bir baxın. İnsanlar az qala bir-birini yeyir, sanki fikir bildirmək haramdır, olmaz. Bu din qorxu yox, maarifləndirmə dinidir. Cəhalətə qarşı susmaq haqqı gizlətməkdir. Belələrinin dediyinə qalsa heç nəyə toxunmadan, yaşamadan, sorğulamadan bu həyatdan getməliyik. Ayıq sürücü işləmək olarmı? Çəkərək durub fasiləyə başlayırsan daşımağa oraları. Yəni məlunları, lənətlənmiş insanları. İçki içən məlun daxil. Məlundur, lənətlənib. Bu videonu bəyənin, paylaşın ki, insanlar maariflənib əsl İslama yönəlsin. Telefonda baxdıqları kim nə deyib videosuna yox.